İlham Əliyevin bacısı Sevil Əliyeva. Deməli, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, İlham Əliyev ailəsində gərginlik, ailədə silahlı qarşı durma, aləm dəydi bir. Mən də bu çürümüşlərə basım. Bax, bu çürümüşlərə. Çürümüşlərə. Boy. Söhbət kimdən gedir? Söhbət kimdən gedir? Mehriban Əliyeva, Amcello Mehriban. Dalından ikinci söhbət kimdən gedəcək? O kinolar zad başlayanda deyirik. Quruluşçu rejissor. Başrollarda Sevil Əliyeva. Özbəöz Heydər Əliyevin qızı Sevil Əliyeva. Deməli, mənfi başrolda Pişikbığ Bəylər Əyyubov. Pişikbığ Bəylər Əyyubov. Vəssalam. Deməli, məsələ nədir? Niyə ailədə belə qırğın gedib Əliyev ailəsində? Bugün İlham Əliyevin bacısı, İlham Əliyev bacısı Sevil Əliyevanı şərəf ordeni ilə təltif edibdir. Bütün ölkədə şərəfsizlərə şərəf, şöhrətsizlərə şöhrət ordeni verirlər, bilirsiniz ki. İlham Əliyev də bacısı Sevil Əliyevaya bugün şərəf ordeni veribdir. Sevil Əliyeva 20 ildir ölkəyə gələ bilmir. Onu Mehriban Əliyeva ölkədən iti qovan kimi qovubdur. 20 ildir ölkəyə gələ bilməyən, ölkə üçün nəsə bir iş, şərəfli bir iş görməyən adama şərəf ordeni niyə verilsin ki? Azərbaycanda heç bir fəaliyyətlə məşğul olmayan və Azərbaycanda heç bir fəaliyyətlə məşğul olmayıb, üstəlik Mehriban Əliyeva ilə bir-birini didən, parçalayan Sevil Əliyevaya niyə şərəf ordeni verdi İlham Əliyev? Niyə? Dəyərli həmvətənlər. Məsələnin maraqlı tərəfi buradadır ki, İlham Əliyevdən Bəylər Əyyubov xahiş edib ki, Sevil Əliyevaya orden verilsin. Sevil Əliyeva Bəylər Əyyubovla uzun zaman sevgili olubdur. Bunu ta Heydər Əliyev ölməmişdən, Heydər Əliyev o cavan vaxtlarından bilənlər var. Hətta Bəylər Əyyubov dəfələrlə Fransaya gəlib, bu yaxın tarixlərdə də Sevil Əliyeva ilə görüşübdür. Sevil Əliyeva ilə 69 yatıbdır. Bir-birinin gündəymez yerini yalayıblar. Sevil Əliyeva orden alandan sonra Mehriban Əliyeva tüstüləyibdir. Dəliyə dönübdür. O məsələnin əsl səbəbini öyrənəndən sonra bilib ki, İlham Əliyevin yaxasından tutan kimi deyib ki, Bəylər Əyyubov xahişi ilə vermişəm. Bəylərdən get soruş. Bəylər Əyyubov dedi, əl çəkmədi, verdim ordeni. Bəylərdən soruş. Və Mehriban Əliyeva Bəylər Əyyubovu güllələtdirib. Ardıcıl mərmilərlə atəş açılıb və Bəylər Əyyubov yaralanıbdır. O, Nərmanovda, hal-hazırda bugün bu dəqiqə Nərmanovda Atatürk prospektində yerləşən villasında həkim nəzarətindədir. Orada müalicəsini alır, Banisiyə getmir ki, səsi sorağı çıxacaq. İlham Əliyevin bacısı Sevil Əliyevanın öz ailəsində də qarışıqlıqdır. Onun oğlanları, Sevil Əliyevanın ailəsi dağılıb, qarışıqlıqdır. Onun oğlanları Azər və Giraf, Azər və Giraf. Giraf deyil mi onun oğlan? Hər nəsə. Elədir. Azər və Giraf bir-birinə girifdir. Deməli, Əliyevlər Mehribanın, dəyərli həmvətənlərim, yəni Sevil Əliyevanın oğlanları Azər və Qraf, onu da hasta Johnny'dən qazanıbdır. Onlar İlham Əliyevin tərəfinə keçiblər. Əliyevlər, deməli, Mehribanın tərəfinə keçib, Sevilin qızı Zərfə Əliyeva isə anası ilə yaşayır, Paşayevlərə nifrət edir. Yəni, Sevil Əliyevanın oğlanları bu tərəfə gəlsə də, görürlər Leyla zad, Arzu zad, nətər deyim sizə, dəyərli həmvətənlərim. Dayısı qızı düşür də, hər nəyi düşür, bilmirəm. Sevil Əliyevanın dayısı qızı düşür də, dayısı. Yəni, Azər və Qraf gəlir, Arzuya Leyliyə basırlar, nə bilim, kayf eləyirlər, qızılı beldə, qızılın içində üzürlər, bal vannasında üzürlər, nə milyardları çamadana, o üstünə də çıxıb belə basa-basa doldurub aparırlar Londonda. Niyə də əl çəksinlər ki, müvəqqəti zamandır, kayf eləyirlər, bal tutan qabilin şeyini yalayar. Hər nəysə, bunlar bal tutublar. Deməli, Azər və Qraf keçib İlham Əliyev və Mehriban Əliyeva tərəfinə. Amma Sevil və qızı Zərifə Əliyeva Paşayevlərə, Mehribana nifrət edir. Ona görə oğlanlar Mehribanla bir yerdə görünür. Hər zaman görünür, zaman-zaman. Sevilin oğlanları. Qız isə
bu günə kimi görünməyibdir. Sevilin oğlanları və qızı. Sevilin oğlanları budur. Dəyərli vətəndaşlar. Sevilin oğlanları budur. Bizə dəqiqə göstərin. Bir dəqiqə dəyərli vətəndaşlarım. Sevilin oğlanları Azər və Qraf budur. Görək necədir. Azər budur. Leylanın biraz dedilər Leylanı alacaq dayısı qızından. Nə biraz elə bir fırlatdı. Azər budur. Deyəsən muskulu da var. Viagra ilə şişirdim. Amma belə götürəndə dovşanın biridir. Qrafı da görürsdə qrafı. Qrafı da görürsdə qrafı. Qraf da odur. Sevil Əliyev onu Hassa Johnny'dən qazandı. Azər və qraf budur. Qeyrət simvolları. Amma bu bacısı isə budur. Qızı isə budur. Sevilin qızı. Neydi adı? Zərifə. Zərifə isə budur. Zərifə isə budur. Oh, Zərifə. Hə, Zərifə isə budur. Anasının adını veribdi. Zərifə. Bax, budur. Gördünüz mü dəyərlənmədən? İndi keçək başqa məsələyə.